Biz adətən pul haqqında düşünəndə nə ağlımıza gəlir? Büdcə, xərclər, yığım. Amma İsa'nın təlimlərinə baxanda məsələnin bundan daha dərin olduğunu görürük. Pulla münasibətimiz əslində sadəcə bir maliyyə məsələsi deyil. Yox, bu bizim daxili dünyamızın, mənəvi həyatımızın bir növ rentgenidir. Qəlbimizin vəziyyətini, həqiqi dəyərlərimizi, əslində nəyə güvəndiyimizi göstərən bir güzgü kimidir. Beləliklə, bütün söhbətin mərkəzində dayanan əsas sual budur. Pula münasibətimiz bizim özümüz haqqında, xarakterimiz haqqında nə deyir? İsa'nın təlimləri bizi məhz bu sual üzərində düşünməyə çağırır. Pul sanki bizim dəyərlərimizi əks etdirən bir güzgüdür. Gəlin o güzgüyə birlikdə baxaq. Gəlin ilk hissəmizə keçək. Pul qəlbimizin bir göstəricisi kimi. İlk baxışdan bu biraz qəribə səslənə bilər, elə deyilmi? Amma İsa'nın təlimlərinə görə pul sadəcə alıb satmaq üçün bir vasitə deyil. O, daha çox bir diaqnostika aləti kimidir. Bizim həqiqi prioritetlərimizi üzə çıxarır. Baxın, əsas məsələ budur. Pulu necə qazanmağımız, necə xərcləməyimiz, kiminlə bölüşməyimiz, bütün bunlar təsadüfi deyil. İsa'nın təlimlərinə görə bu seçimlərin hamısı bizim əxlaqi dəyərlərimizi, imanımızı, yəni bir sözlə qəlbimizin əsl vəziyyətini ortaya qoyur. Yəni, hər bir maliyyə qərarı əslində eyni zamanda bir mənəvi qərardır. Yaxşı, bu məsələnin kökündə daha fundamental bir prinsip dayanır. Gəlin indi ona baxaq. Allah sahibdir, biz isə sadəcə idarəçiyik. Görəsən bu nə deməkdir? İdarəçilik anlayışı budur. Əlimizdə olan heç bir şey, nə pulumuz, nə evimiz, nə də bacarıqlarımız əslində tam olaraq bizim deyil. Biz onların son sahibi deyilik. Təsəvvür edin ki, bütün bunlar bizə əmanət edilib. Biz sadəcə müvəqqəti idarəçilərik. Bax, bu düşüncə hər şeyi dəyişir. Sual artıq bu mənimdir, nə istəsəm edərəm olmur. Sual olur ki, mənə əmanət edilən bu resursları ən doğru şəkildə necə idarə edə bilərəm? Bu, sahiblikdən məsuliyyətə keçid deməkdir. Əgər hər şeyin əsl sahibi Allahdırsa və o təminatçıdırsa, bu bizim gündəlik həyatımıza necə təsir edir? Çox dərindən. Bu təlimlər deyir ki, narahat olmayın. Baxın, Allah göydəki quşları yemləyir, çöldəki zambaqları geyindirir. Onlar nə əkir, nə də biçir. O, sizin də ehtiyaclarınızı bilir. Bu yanaşma diqqətimizi daimi narahatlıqdan və sabah nə olacaq qorxusundan alıb, etibara, imana yönəldir. Bu, əsl daxili azadlıqdır. Bütün bunlar bizi çox kritik bir nöqtəyə gətirib çıxarır. Bir seçim anına. Və bu seçimi ifadə edən məşhur bir kəlam var. İki ağanın qulluqçusu olmaz. Siz həm Allaha, həm də Mamonaya qulluq edə bilməzsiniz. Yaxşı, bəs bu Mamona nədir? Bu sadəcə pul demək deyil. Mamona, pulun və sərvətin bir ilaha çevrilməsi deməkdir. Yəni, həyatdakı əsas məqsədiniz, təhlükəsizlik mənbəyiniz, ümidiniz pul olanda, bax o, Mamonaya çevrilir. Məsələ puldan imtina etmək deyil. Yox, məsələ qəlbimizdəki taxta kimin oturduğudur. Allah, yoxsa pul. Baxın, bu iki yol arasındakı fərq çox aydındır. Bir tərəfdə Allaha xidmət var. Bu yol nə vəd edir? Etibar, mənəvi dəyərlər üzərində qurulmuş bir həyat və həqiqi azadlıq. Digər tərəfdə isə Mamonaya, yəni pula qulluq var. Bu yolun sonu nədir? Daimi narahatlıq, doymayan bir acgözlük və pulun verdiyi o çox aldadıcı kövrək təhlükəsizlik hissi. Deməli, seçim bizimdir. Hansı yolla gedəcəyik? Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Bəs bütün bunlar real həyatda necə işləyir? Sərvət bir sınaqdır, yoxsa bir imkan? Gəlin bu suala cavab tapmaq üçün iki çox fərqli, amma çox ibrətamiz hekayəyə baxaq. İlk hekayəmiz varlı bir gənc haqqındadır. Bu gənc bütün dini əmrlərə riayət edən biri idi. Bir gün İsa'nın yanına gəlib soruşur ki, əbədi həyatı qazanmaq üçün daha nə etməliyəm? İsa'nın cavabı isə çox sadə, amma bir o qədər də çətin olur. Get, bütün mal-mülkünü sat, pulunu kasıblara payla. Görürsünüz, bu birbaşa prioritetlərin sınağıdır. Sərvətə bağlılıq bəzən ən böyük mənəvi maneəyə çevrilə bilər. Hekayənin sonu çox düşündürücüdür. Gənc bu sözləri eşidəndə kədərlənib getdi. Niyə? Çünki çox varlı idi. Bax, ən vacib məqam budur. Əslində o, öz sərvətinə sahib deyildi. Sərvəti ona sahib idi. Pulu daha yüksək bir məqsədə çatmaq yolunda onun ən böyük əngəlinə çevrilmişdi. Yaxşı, bəs sərvət həmişə belə bir mane olmaq məcburiyyətindədir? Əlbəttə yox. İndi gəlin medalın digər üzünə, tamamilə fərqli bir hekayəyə baxaq. Söhbət varlı bir vergi yığan olan Zəkkeydən gedir. Onun hekayəsi pulun necə müsbət bir dəyişim vasitəsinə çevrilə biləcəyini göstərir. Zəkki İsa ilə görüşdükdən sonra tamamilə dəyişir və bu dəyişimini necə göstərir? Məhz pulu vasitəsilə.
Deyir ki, malımın yarısını kasıblara verirəm, kimisə aldatmışamsa 4 qatını geri qaytaracağam. Görürsünüz, onun hekayəsində sərvət, tövbə etmək və ədaləti bərpa etmək üçün bir alətə çevrilir. Deməli, məsələ sərvətin özündə deyil, insanın qəlbi dəyişəndə o sərvəti necə istifadə etməsindədir. Bu iki hekayə bizi son və bəlkə də ən vacib suala gətirib çıxarır. Yaxşı, bütün bunları nəzərə alsaq, əsl sərvət nədir? Təlimlərin vurğuladığı əsas məqamlardan biri budur. Bir hədiyyənin, bir iyanənin dəyəri onun nə qədər böyük olması ilə, yəni məbləği ilə ölçülmür. Yox, onun dəyəri o hədiyyənin arxasındakı fədakarlıq səviyyəsi ilə ölçülür. Yəni, diqqət rəqəmlərdən çəkilir, birbaşa niyyətə və qəlbin vəziyyətinə yönəlir. Buna ən gözəl nümunə məbədin xəzinəsinə iyanə edən kasıb bir dul qadının hekayəsidir. Varlılar böyük məbləğlər atırdılar, bu qadın isə gəlib cəmi 2 dənə kiçik mis qəpi atdı. Demək olar ki, heç nə. Amma İsa deyir ki, əslində bu kasıb dul qadın hamıdan daha çox verdi. Necə yəni? Çünki digərləri öz artıq pullarından, sərvətlərinin kiçik bir hissəsini vermişdilər. Amma bu qadın, o, yaşamaq üçün sahib olduğu hər şeyi vermişdi. Onun kiçik hədiyyəsi əslində çox böyük bir fədakarlıq idi və Allahın gözündə onu inanılmaz dərəcədə dəyərli edirdi. Beləliklə, əsl sərvət nədir? Bu təlimlərə görə əsl sərvət göydəki xəzinələrdir. Bu nə deməkdir? Bu, paslana bilən, güvənin yeyə bildiyi, oğruların çala bildiyi maddi şeyləri yığmaq əvəzinə, əbədi olan şeylərə sərmayə qoymaq deməkdir. Nədir bunlar? Xeyirxahlıq, səxavət, ədalət, mərhəmət, mənəvi inkişaf. Bax, əsl, pozulmaz sərvət portfeli budur. Yekun olaraq bütün bu təlimlərdə pul bir allət, bir vasitə kimi təqdim olunur. O, özlüyündə nə yaxşıdır, nə də pis. Hər şey ondan necə istifadə etməyimizdən asılıdır. Əgər düzgün istifadə etsək, o daha yüksək dəyərlərə xidmət edə bilər, bizi əsl azadlığa və daxili rahatlığa apara bilər. Əsas odur ki, biz pula deyil, pul bizə xidmət etsin. Və beləcə bütün bu müzakirə bizi son fərdi bir sualla baş-başa qoyur. Bizim əsl xəzinəmiz haradadır? Yəni, bizim ürəyimiz, güvənimiz, ümidimiz əslində haradadır? Bugün bizim vaxtımız, enerjimiz və pulumuz hara gedirsə, böyük ehtimalla xəzinəmiz də oradadır. Bu sualın cavabı bəlkə də bizi çox təəccübləndirə bilər.